Cənnət Park təmir qrupu olaraq Nərimanovdayıq və bizim boya işindən öncə gedən proseslər nələr olmalıdır? Pilisosla divarlar təmizlənir, tozları təmizlənir. Çünki tozlar təmizləndikdən sonra binder vurulacaq, astar vurulacaq, boyanın astarı və sonra isə boyanın özü tətbiq olunacaq divarın üz qat səthinə. Və gördüyünüz kimi işıqla hər bir şeyə diqqət edirik, losev işıqla diqqət edirik ki, bizim işimiz keyfiyyətli olsun. Həm yerin, səthin pilisosla təmizləyirəm, həm tavanı, bir də divarları. Yəni bu işlər mütləq olunmalıdır ki, sonraki prosesdə boya vuran zaman heç bir problemlərlə rastlaşmayasan və mükəmməl bir iş təhvil verəsən. Bunu da biz bacarırıq Cənnət Park təmir qrupu olaraq həmişə premium təmirlərlə irəli doğruyuq.